Nifaq bir qəlbdə əgər kök atıbsa, ora infaqın girməyi qeyri-mümkündür. Çox çətindir. İnsan çox çalışmalıdır. Çünki bir-birinə təzadlı əməllərdir. Bir yanda nifaq var, bir yanda infaq var. Nifaq sənin daxilində kök atıbsa və böyüməyə başlayırsa, artıq sənin daxilin infaqa meyl etməz. Sənin daxilin Allah üçün verməyi sevməz. Sənin daxilin Allah üçün verdiyi zaman ondan dad almaz. Yəni bu əməlin çox uzağında qalarsan sən. Və yaxud da bunun əksi, bir qəlbdə infaq, yəni Allah üçün vermək əgər kök atıbsa, böyüməyə başlayırsa, o sənin daxilində budaqlanmağa başlayırsa artıq, boy atırsa, qol açırsa, artıq sənin qəlbinə nifaq bulaşması mümkünsüzdür. Nifaq nədir? Nifaq sevdiyin bir şey Allah üçün verməkdir. Artıq fəhm eləməyə başlayırsan ki, verdiyim şey Allahın mənə verəcəyinin qarşısında bir dəyər kəsb etmir. Allahın mənə verəcəyi daha dəyərli.